Vətən müharibəsində böyük bir zəfər əldə etdik və hal-hazırda indi mən öz ailəm üzvlərimlə öz ata evimizdə məskunlaşmışıq. İşğaldan əvvəl mən burada bərbərlik sənətində fəaliyyət göstərmişəm. Ona görə də məni bərbər avadanlıqları ilə təmin etməkləri üçün məşğulluq agentliyinə müraciət etdim. Agentlik məni bir həftəlik təlimə cəlb etdi və mən bu təlimləri uğurla tamamladım. 15 gün sonra məni bərbər avadanlıqları ilə təmin etdilər. Artıq 8 aydır ki, Laçında mən öz bərbərxanamı açmışam. Kreslo veriblər, 2 işkaf veriblər. Biri saç yumaq üçün, biri də saç qırxmaq üçün. Fəaliyyət göstərmək üçün hər cür avadanlıqlarla təmin edirdilər. Və bu istiqamətdə fəaliyyətimi davam etdirirəm.